Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'du. İlk olarak her şeyden önce hamdolsun alemlerin Rabbi olan Allah'a ve Allah'ın selamı olsun bütün peygamberlere, onların sonuncusu olan Muhammed'e sallallahu aleyhi ve selleme. Bu günleri inşallah Allah'ın izniyle olduğuca mühim olan bir meseləni sizlerle beraber müzakirə etmək istəyirəm, görüşmək istəyirəm. Siz də görəcəksiniz ki, məsələ nə qədər ciddiymiş, nə qədər əzəmətli məsələlərdən imiş. Hansı ki, Peyğəmbərimizin sallallahu aleyhi ve sellemin bir hədisinin ətrafında inşallah ki, danışacağıq, bəhs edəcəyik. Bu hədisi Əbu Hureyra radiyallahu anhu danışmaq istəyəndə danışa bilmir. İstəyir ki, bu hədisi danışsın, insanlara özündən gelir. Sözün əsl mənası da özündən gelir. Yəni, sonra özünə su vururlar. Əbu Hureyra özünə gəlir. İstəyir ki, təzdən danışsın, yenə özündən gedir. Yəni, hədisi davam edə bilmir. 2 dəfə, 3 dəfə, axırıncı dəfə, 3-cü dəfədən sonra başlayır bu hədisi danışmağa. Hansı ki, Peyğəmbərin sallallahu aleyhi ve sellemin bu hədisini insanlara xəbər verir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, qiyamət günü cəhənnəm 3 sinif insan ilə alovlanacaq. Cəhənnəm qiyamət günü 3 sinif insan ilə alovlanacaq. İndi mən sizə danışacağım. Siz də eşidəcəksiniz, görəcəksiniz ki, həqiqətən əməllər nə qədər əzəmətli əməllərdir və sahibləri də olduqca əzəmətli insanlardır. Lakin buna baxmayaraq, cəhənnəm bu insanlarla alovlanacaqdır. Allah qorusun. Əbu Hureyra buyurur ki, eşitdim ki, Peyğəmbərdən sallallahu aleyhi ve sellemdən Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, qiyamət günü insanlar, 3 sinif insan var ki, onlarla alovlanacaq. Bilirsiniz nə deməkdir bu? Yəni, bir mənada bizdə necə deyirlər, o bir ocaq yandırmaq üçün, samavar qaynatmaq üçün qımıq deyirlər də, böyləcə odunlar yığırlar ki, o ocağı yandırsınlar. Siz düşünün ki, bu insanları atacaqlar cəhənnəmə, bunlarla cəhənnəm alovlanacaq. Allahu akbar. Sizdə kimlərdir? Allah yolunda döyüşənlər, Allah yolunda sədəqə verənlər, alimlər. Hədisin zahiri belə eşidəndə adama ağır gəlir, düzdür? Necə olur insanlar Allah yolunda döyüşüblər, canlarından, mallarından keçiblər və Allah yolunda infaq ediblər və elm öyrəniblər. Necə bunlar cəhənnəmə düşürlər, subhanallah. Siz deməyin, bu insanlar əməllərini bu dünyada Allaha görə etmirmişlər. Siz deməyin, bu insanlar əməllərini nədir? Allaha görə deyil, insanlara görə edilmişlər. Ona görə barakallahu fikum, nə badə bizlərdən birimiz elm öyrənmək istədikdə, elm öyrənirsə və yaxud başqa əməllər görürsə, mütləqdir ki, orada nəyə gütsün? İxlası gütsün. Yəni, məsələlər olduqca təhlükəli, olduqca ağırdır. Həqiqətən bu bizim qəlblərimizi parçalamırsa, subhanallah. Həqiqətən bu bizə təsir eləmirsə, o qəlblər ölü qəlblərdir. Yəni, Allah Resulü sallallahu aleyhi ve sellemin bu cürə deməsi insan gərək düşünsün. Sallallahu aleyhi ve sellem. Bu hədisi danışan şeyx danışır ki, Əbu Hureyra radiyallahu anh bu hədisi rəvayət edəndə özündən gedir. Sonra Muaviyə radiyallahu anh bu hədisi eşidir, o da danışmaq istəyir, o da özündən gedir. Şeyx də deyir ki, siz məndən gözləməyin ki, mən də özümdən gedəcəm deyir. Deyir ki, məndən gözləməyin, mən də özümdən gedəcəm. Çünki deyir, biz insanlar hələ də o məsələni deyir, tam anlamamışıq. Fəsadun niyyə. Yəni, insanın niyyətinin fəsad olması. Allah qorusun. Nə badə dünya malı üçün elm öyrənilməsin. Nə badə var dövlət üçün elm öyrənilməsin. Nə badə şan şöhrət üçün elm öyrənilməsin. Nə badə mənə müəllim desinlər, məni başda otuzdursunlar. Orada oturma, burada otur. Subhanallah. Subhanallah. Vallahi bu hal təhlükəli aldı. Mücərrad olaraq kimdə bu varsa, bunun ilacı haqqında inşallah danışacağım Allah'ın izniyle. Bunun üzerine belki düşmək lazım. Siz düşünün ki, subhanallah. Vay o gündən ki, insanlar sənin elminlə cənnətə girir. Səni mələklər qiyamət günü cəhənnəmə sürüklür. Allahu akbar. Dəhşətlidir yoxsa yox? Vay o gündən müsibət. Sənin elminlə, sən öyrətdiyin elmlə insanlar cənnətə gedəcək.
səni mələklər cəhənnəmə sürükləyəcək. Nəsəlullaha əs-səlamətə və l-afiyə. Allahdan salamatçılıq və afiyyət diləyirik. Baxın, subhanallah. Yadıma gəlir bizim müəllimlərimizdən biri. Tələbələr dəstə otururdu. Birisi nə edirdi tələbələrə? Tələbələr deyir ki, qalxın girin evizə. Vallahi. O belə deyirdi. Deyirdi ki, niyə gəlmişsiniz bura? Sərt şəkildə. Özü şeyx mülayim adamdır, amma ki, dərs məqamında özü bilərəkdən siz deməyin burada tələbələri tərbiyələndirmək üçün. Deyirdi, qalxın gedin zövcələrinizin yanına, qalxın gedin uşaqlarınızın yanına, qalxın gedin işlərinizin yanına. Buraya niyə gəlmişsiniz? Tələbələr də baxardı şeyxa, yəni bir mənada şeyx dərsə gəlmişik, dənizə nəyə gəlmişik? Deyirdi ki, bax, bunu ona görə deyirəm ki, nə badə sizlərdən biriniz ailələrinizi tərk edib, uşaqlarınızı tərk edib, eşlərinizi tərk edib buraya gələsiniz ki, dərs getmişik Şeyx Əhmədin yanına dərs öyrənməyə. Bu halda sizə gəlməyin. Gedin yoldaşlarınızın yanına onlara baxdaydın da. Bu sizin üçün daha xeyirli olmaz mı? Yəni gəlməyinizlə həm dünyavızı xarab edirsiniz, həm də axirətinizi Allah qorusun. Həmin o bir saati burada oturacaqsan, məğrib işarəsi nədir? Həmin bu vaxtdan nədir? İstifadə edə bilərsən evində. Yəni fayda verə bilərsən insanlara. Ona görə bura gəlmisənsə, sırf burada niyyət Allah üçün olmalıdır. Allahümmə ya Rabbi, mənə elə elm nəsib elə ki, ya Rabbi, bu elmdən insanları öyrədim. Allahım, sırf burada sənin razını qazanmaq üçün. Yəni, talibul elm, barakallahu fikum, elm öyrənən birisi, elmə özünü nisbət edən birisi, yəni elmlə məşğul olan birisi, əməllərdən danışacağım. Çünki əsasən ən çox bu məsələlər elmlə bağlı olan məsələlər. Gərək həmişə nəyə fikir versin? Allahümmə ya Rabbi, Allahım, sən məni öyrət. Allahım, bu elmi sənin rızanı qazanmaq üçün. Allahım, insanlar sənə şərik qoşurlar, mane olum ya Rabbi. Allahı qısqanmaq, Allahın dinini qısqanmaq. Allahümmə ya Rabbi, Muhammedin sallallahu aleyhi ve sellemin, yəni bu günlərdə görürük ki, artıq sözlərinə, feillərinə, əməllərinə fikir verənlər azalıblar. İnsanlar özlərinə başlar seçirlər. Ya Rabbi, sırf Muhammedin yolunu, sallallahu aleyhi ve sellem yolunu müdafiə eləmək üçün öyrənirəm ya Rabbi. Allahım, başqa şeylərdə məni qoru ya Rabbi. Gecə gündüz gəlib bizlərdən birimizin başımız səcdədən qalxmasın, vallahi ki. Elə halda olmalıyıq ki, subhanallah. Yoxsa ki, Allah qorusun, bayaq dediyim ki, düşünün ki, insan həyatı boyu elm öyrənir. Neçə illərdir? 10 ildir, 15 ildir, 20 ildir. Onun, belə deyək də, dostları, tanışları, qohumları öz işləri ilə, mübah işlərlə məşğuldur. Yeyirlər, içirlər, ailələri ilə. Sən gecə gündüz məktəbəndən, kitabxanadan çıxmırsan. Gecə gündüz özünü elmə sərf etmirsən həyatını, həsr etmirsən özünü. Amma müqabilində görsən ki, subhanallah, niyyətində fəsad var. Öyrənirəm ki, insanlar desinlər ki, filan kəs filan yerdə oxuda gəldi. Allahu akbar. Bu müsibətdir vallahi ki. Yəni bununla gecə gündüz müzahidə etmək lazım. Yaxşı, sual. Bu asan deməlidir, yoxsa çətin əməldir? Həddindən artıq çətin əməldir. Allahu akbar. Sufyan Sovri kimi, rahiməhullah, böyük tabinlər. Deyirlər ki, nəfslərimizlə 20 il çalışdıq. 20 il. Cəhədnə mə anfusinə. Əşrinə sən, Allahu akbar. 20 il çalışdıq ki, hətta bu ixlası tapaq. Görək nə deməkdir bu ixlas? Fikir versiz bayaq dedim o şeyx. Deyir ki, məndən gözləməyik ki, mən də özümdən gedəcəm. Çünki deyir, biz onu heç təhqiq eləməmişik. Biz bilmirik ki, hədis nədən, söhbət nədən gedir. Biz eşidirik, subhanallah, ayətləri eşidirik, hədisləri eşidirik. Sadəcə olaraq onu o sahabələr kimi başa düşə bilmirik. O sahabələr kimi fəhm edə bilmirik. Elə ona görə də halımız bu cür nədir? Elə deyilmi? Ona görə də nədir? Halımızda dəyişikliklər olur. Onlarda hər gün dəyişikliklər olurdu. Radiyallahu anh. Biz elə yerimizdə sayırıq, təbirə doğrusa. Əgər göbur səslənsə, üzülür sayın. Ona görə barakallahu fikum bu şeylərə fikir vermək lazım. Yəni insan gərək həmişə fikirləşsin ki, istənilən bir əməli, bayaq dedim ki, nədir? Bu vaxtı danışacağıq Allahın izni ilə. Digər əməllər, sədəqə vermək, valideynlərlə yaxşı rəftar etmək, istənilən əməl. Evindən çıxanda Abdullah ibn Ömərdən əsər gəlir. Əsir vurub çıxanda ki, məscidə gedir. Yolda birdən ona öz-özünə fikirləşirdi ki, o desinlər ki, nə gözəl iyi gəlir buna. Qayıdırdı evinə, o paltarı soyunur, təzdən gedir, başqa paltar kimi gedir. Fikir versiniz, deyir, yox, bu insanlara görə oldu ki. Fikir versiniz, özlərini üçün tərbiyələndirirlər. Bu, orada Allaha görə olmadı. Yəni, gəlişimiz, getməyimiz, gəlməyimiz, etdiyimiz əməllər hamısı Allaha görə olmalı. İnsan həmişə gözünün qabağına nə gətirməlidir? Bu əməlim Allah üçün olsun, subhanahu wa ta'ala. Mən valideynlərimlə yaxşı rəftar edirəm ki, qardaşlar kimlərsə desinlər ki, maşallah, Ahmet nə yaxşı valideynlərinə qarşı qayğı keçdi. Belə əməl olur, subhanallah. Bunu Allah mənə əmr edib deyənə, subhanahu wa ta'ala. Və bil valideyni ihsənə. Buyurub ki, subhanahu wa ta'ala, valideynlərinə gözəl rəftar edir. Mən, Əhməd, Muhammed bunu gərək Allah üçün edək.
Mən hər hansı bir işi görürəm ki, desinlər ki, bu nə yaxşı adamdır, bu işi görür. Belə əməl mi olur, subhanallah? Yaxşı, birdən kimsə, başqa bir məsələ, barakallahu fikum, kimsə birdən elm öyrənir, elm yolundadır, artıq 3 ildir, 4 ildir. Başlayanda da bu niyyətlə başlayıb. Bura fikir verin, bu mühüm məsələdir. Yəni, murai, yəni riya ilə başlayıb. Desinlər ki, falan kəs oxumağa gedib. Elə niyyətində də bu olub. Gedim, gəlim, kimlərsə bağlayaram, Allah qorusun. Kimlərləsə mübarizə eləyərəm, birinci yerə çıxarım. Subhanallah. Biz futbol oynayırıq, qardaş, bu nədir? Yəni, bu elmdir, bu Allahın dinidir. Bu əməllər Allah üçün olmalı. Fikrimi satıra bilirəm. Gedim, gəlim, desinlər ki, nə yaxşı ərəbində danışır. Nə yaxşı, maşallah, nə qədər Quran əzbərədir. Subhanallah. Yaxşı, burada birdən bu niyyətlər olarsa, bu niyyətlə öyrənilirsə, yəni oraya keçməmişdən öncə yəqin bilmək lazımdır ki, bu cürlə insanları Allah müvəffəq eləmir. Vallahi, Allaha sığınıram, Allah bizi sabit eləsin. Onlarla belə insanlar görmüş, həqiqətən. Allah müvəffəq eləmir. Hətta dillərinə gətiriblər. Dillərinə gətiriblər ki, işdən də, işin gücün yoxdur, ixlasdan. Hər şey qutarmış, nə o qalmışdı, Allahu akbar. O miskin insan fikirləşmir ki, elə məsələnin başına dayanan budur da. Məsələnin başına dayanan, bütün məsələlərin başına nəymiş? İxlas. Kimsə birdən bu niyyət ilə başlasa, onun 3-4 ili, yəni artıq 3-4 il keçib, riya üçün oxuyur. Riya üçün öyrənir, insanlara göstərmək üçün. Birdən ona bəyan olunsa ki, qardaş, bu yol yaxşı yol deyil. Yəni sən getdiyin yol, düzgün yol deyil də, sən düzgün, adımların düzgün olmuyor. Niyyətin fəsad olub, Allah qorusun. O illər onun üçün boşa gedəcək. Həmin vaxt ona bəyan olundu, tövbə elədi. Dedi ki, yaxşı, Allaha tövbə etdim. Çalışacağım ki, bundan sonra bu cür olmasın. Sizcə o illər necə olacaq? 3 il 4 il zarafat elə. Bağışlanacaq. Var sizdə bir dəlil. Allah razı olsun, qardaş. Doğru deyir. Tövbə eləsə Allah bağışlayacaq ona. Sizcə nəyə görə? Riya. Riya nədir? Kiçik şirkdir, düzdür? Böyük günahdır, kiçik şirkdir. Allah qorusun. Günahlar haqqında da Allah xəbər verir, subhanahu teala. Allah Teala Zümər surəsində buyurur ki, İnnallaha yağfiru zunubə cəmiyan. Allah bütün günahları bağışlayır. Madam ki, buraya günahdırsa, Allah bunu da bağışlayır, subhanahu teala. Bir də fikir verin, orada bir dənə gözəl bir məqam var. Gözəl bir fayda var. Baxın, Allahın rəhmətinə, subhanahu teala. Yenə o quluna qarşı rəhəmli, mərhəmətlidir. Siz də o illəri necə eləyib onun üçün? Həqiqətən o sadiq olsa, görsə ki, Allah doğrudan da bu insan sadiqdir. Peşman oldu. Dedi, Allahu akbar, mən nələr eləmişəm? Ya Rab, bilməmişəm, ya Rab. Elə bilmişəm ki, bu cür nə olar, bağışla məni. Həqiqətən Allah subhanət hələ sadiqliyi görsə, o illər onun üçün həsənətə çevirəcək. Subhanallah. İllər onun üçün həsənətə çevirəcək. Yetər ki, insan neynəsin? Allahdan qorxsun, əməllərinə fikir versin. Yəni, istənilən bir əməl. Bəzən olur ki, şeytan, Allah qorxsun, insanları o qədər alladır ki, insan bir əməl görür, elə etmək istəyəndə başlayır. Sən fikirləşmə ki, daha doğrusu biz fikirləşməyək ki, şeytan bizdən əl çəkəcək. Gecə gündüz. Şeytanın vədi var. Və vədi nədir? Xilaf çıxmır. Subhanallah. Necə hidayədə? Sonra onların sağlarından, sonlarından, önlərindən, axarlarından gələcəm. Onların çoxunu sənə şükür edən görməyəcəksin. Gecə gündüz. Gecə gündüz nə eləmək istəyir? Niyyətləri fəsada çevirmək istəyir ki, Allah qorusun. Nədir? İnsanlar Allah üçün öyrənməsin, insanlar Allah üçün etməsin. Hətta illər keçir, illər keçir. İnsan istəyir ki, şeytan istəyir ki, o əməlini ona xatırlatsın. İnsanlar arasında. İllər keçir, bəlkə 10 il, 15 il Allah qorusun. Yəni, qorumaq çox çətindir. Qorumaq çox çətindir. Yəni, bütün peyğəmbərlərin, son olaraq barakallahu fikum, bütün peyğəmbərlərin qorxduğu bir məqam idi. Əməllərin onlarda nədir? Qəbul olması. Çünki nəyə görə? Bütün salihlərin, bütün sahabələrin, hər bir kəsin nədir? Salih insanların qorxduğu məqam idi. Allah-u Teala'nın ayəti var Quran-ı Kerimdə. Siz də bildiyiniz kimi, Uca Rəbbimiz buyurur ki, İnnəmə yətəqabbəlullahu minəl muttaqin. Allah müttəqi olanlardan qəbul edir. Allah müttəqi olanlardan qəbul edir. Yəni, onların fikirləri, zikirləri o deyildi ki, əməl etsin. Onlar fikirləşirdilər ki, bu əməl bizdən qəbul olacaq, yoxsa yox. Bu illəri əksidir bizə. Biz əməllərə fikir veririk, qəbul olmağı nədir? Unuduruq bəzən. Elə deyilmi? Elə olmalı deyilik. Biz nə cür olmalıyıq? Əməl etməliyik, qəbul olmandan qorxmalıyıq. Yoxsa riya ilə Allah qorusun özümüzü göstərməklə alınmayacaq. İbrahim aleyhisselam
oğlu ilə Allahın salamı olsun hər ikisinə Allahın evinin bu növrəsini qalxızarkən bilirsiniz məşhur ayətdir Quran-ı Kərimdə hamınızın bildiyiniz Allaha bu cürə dua edirlər. Fikirləşin ki İbrahim Halilullah idi. Allahın dostuydu. Allahın əmri ilə Allahın evini tikirdi. Allahu Akbar. Əməlin əzəmətini bir də gözümüzü qabağına gətirə bilirik. Yəni insan Kəbəni tikir. O Kəbə ki Beytullah Allahın evidir. Allah özünə nisbət edib bu evi. Allah əmr edib ki İbrahimə oranı tikin. Və idh yarfa'u İbrahimul qavaide minel beyti və İsmailu Rabbena taqabbal minna inneke entes semiul alim. Bir zaman İbrahim və İsmail evin bu növrəsini qalxızarkən Kəbənin Allaha belə dua edirlər. Rabbena taqabbal minna. Allahım bizdən qəbul elə. Həqiqətən sən eşidənsən. İnneke entes semiul alim. Bilənsən, eşidənsən və bilənsən. Fikir versiniz. Tabiinlərdən biri bu ayəti danışanda, şərh eləyəndə, təfsir eləyəndə rahimehullah, deyir ki İbrahimlə İsmail Allahın salamı olsun hamısına hər dəfə deyir daşları, kubikləri qoyanda bu duanı edirlər. Subhanallah. Bilirsiniz nə deməkdir? Evi tikirlər, belə deyək də, biraz da məsələni yaxınlaşdırmaq üçün. Sement qarışdırıblar, indi öz zamanlarına görə. Qəmbər daşıymış, kubik imiş, nəsə. Hər dəfə daşı qoyurmuşlar, künüklərini, lapatqalarını, mallalarını qoyub Allaha dua edirlər. Allahu Akbar. Onlar neydən qorxurlar? Birdən Allah onlardan qəbul eləməz. Abu Darda radiyallahu anh buyurur ki, bilsəm ki, deyir, Allah deyir, mənim 2 rükətli namazımı qəbul edib, 2 rükət. Ölümü deyir, təmənni eləyərdim deyir. Artıq yaşamaq istəmirdim. Elhamdülillah, 2 rükət namazım qəbul olundu. Necə qorxurlar, Allah Akbar. Ona görə müsəlman gərək gecə gündüz eləsin. Fərqi yoxdur, bu elm tələbəsidir və qeyri-elm tələbəsi. Yəni, istənilən bir əməldə nədir? İxlas olmalıdır. Hətta qiyamət gündə bu dünyada da üzü ağ olanlardan olaq. Allahdan dilərəm ki, Allah-u Teala bizi ixlas eləsin. Sözlərimizə və əməllərimizə. Sırf Rəbbimizin razını qazanmaq üçün örgəməyi nəsib etsin, ya Rabbi. Barakallahu fikum, əhsən əleykum, cəzakumullahu xeyran.